Ey Allah'ım, ey merhameti sonsuz ve geniş olan Rabbim, ey uçsuz bucaqsız xəzinələrin sahibi, ey səxavəti sonsuz Rabbim, ey neymət qapıları daim açıq olan Rabbim, sənə fəqir və möhtac halda üz tuturam, qullarına olan lütfünü geniş et və mərhəmətini bizə açıq-aşkar göstər, qəlbimizi genişləndir, dərdlərimizi yüngülləşdir, işlərimizi asanlaşdır. Ey mənim Rəbbim, bizə gözləmədiyimiz yerdən ruzi ver və ümidimizi boşa çıxartma. Çünki sənin mərhəmətinin qarşısında heç bir şey böyük deyil. Allahım, hökm yalnız sənindir. Sən ol desən olacaq, varlığına xatir ilahi günahlarımızı bağışla. İlahi, sənə and verirəm cəlalımın xatirinə, bütün varlıqları sən yaratmısan, həyatı müəyyən edən sənsən. Bizim nə gücümüz var, nə qüvvəmiz var ki, biz sənin əmr və sənin taətin əleyhinə çıxaq. Hər şey yalnız səninlə mümkündür. Sənə inanırıq və sənə ürəklə güvənirik. İlahi, bu güvənimizi boşa çıxartma. İlahi, bizdən dua istəyən hər kəs var. Kimisi malının artmasın, kimisi canının xəstə olması, şəfa tapmaq istəyir, canı xəstədir, şəfasını istəyir. Kimisi övlad həsrətindədir, ya Rəbbim. Qəlblərdən sən vaqifsən, İlahi, bütün istək və arzularımızı həyata keçirt. Borcu olanların borcularını əda elə, övladı olmayanlara övlad lütf elə, sonsuz xəzinəndən, rəhmətindən əta elə. Çünki sən lütfkarsan, sən mərhəmətlisən, sənin mərhəmətin çox genişdir. Ey mənim Rəbbim, ey Allahım, bizim üçün xeyir qapılarını aç. Bərəkət, neymət, ruzi, güc, sağlamlıq və cənnət qapılarını bizim üzərimizə aç, ya Rəbbim. Ey Rəbbim, bizi dünyanın hər cür müsibətlərindən, sıxıntılarından və axirət əzabından özün mərhəmətinə xatir qoru. Allahım, biz uğursuzluqdan, ruzi və bərəkətin azlığından, günahlara bağlanmaqdan, qəlblərə sıxıntı gətirən əməllərdən sənə sığınırıq. Ey Allahım, bizi cənnət əhlindən qərar ver. Bizi cənnət əhlindən qərar ver. Bizim üçün göz aydınlığı olan, varlıqları ilə qəlblərimizə sevinc verən insanları qoru. Allahım, ailəmizi və sevdiklərimizi sənə əmanət edirik. Sən onları qoru. Onları bizim üçün qoru, ey aləmlərin Rəbbi. Qoruduğun kimi ölkəmizi qoru. Xalqımızı qoru. Millətimizi qoru. Dövlətçiliyimizi qoru. Dövlət rəhbərimizi bəlalardan, xətalardan, yeraltı, yerüstü təbii fəlakətlərdən mühafizə elə, ya Rəbbim. İlahi, şəhidlərimizin ruhlarını şad elə. Yaralılar, duaya möhtac olan, evdə dua istəyənlər var, xəstədirlər, onlar. Kimin nə sıxıntısı var, ya Rəbbim? Bu Ramazan ayının 7-ci gününə xatir səndən istəyirəm, sıxıntılarımızı aradan götür, xəstələrimizə acil şəfalar ver. Sənin gücün böyükdür. Biz sənin gücünün qarşısında taqətsizik, acizik. Acizliyə xatir
İlahi, bizim de günahlarımızı bağışla. İlahi, qıldığımız namazlar, tuttuğumuz oruclar, etdiyimiz yaxşılıqları bizdən qəbul elə. İlahi, sənə and verirəm varlığıva. Müminlər, inanclı insanlar və bütünlükdə hər kəs bəşəri olaraq sənin qapıva gəlib, hər kəs öz dilində Allah, Allah deyir. Sən görürsən, bilirsən, çünki sən yaradmısan bu kainatı. Allahım, xeyir qapılarını aç, müharibəni götür, fəlakəti götür, bizi zalimlar əllərində dəstəgir etmə. Ya Rəbbim, bizə şükran həyat vermisən, İlahi, gözəl bir səma vermisən, bunu bizim əlimizdən alma. Minarələrimizdən Allahu Əkbər sədaları gəlir, azan səsləri gəlir. Ya Rəbbim, azan səslərin kəsmə, Ya Rəbbim. Düşmənlərimizə fürsət vermə, dostlarımızın sayını çox elə. Millətlər arasında, dövlətlər arasında sülhü bərqərar elə. Sənin rəhmətinə sığınıram, sənin mərhəmətindən güc istəyirəm ey aləmlərin Rəbbi. Amin, amin ya Rəbbəl aləmin. Allah dualarımızı qəbul eləsin, tutduğumuz orucları qəbul etsin. İnşallah sabahları eyni məkanda, eyni saatda sizlərlə görüşmə ümidi ilə Allahın amanında. Vəssalamu aleykum və rəhmətullah və bərəkət.